Bəzən uyğunsuzluqlar təəssüf ki, öncədən gəlirəm sözünü demir və yolumuz məhkəməyə düşə bilir. Belə olan halda qapısını döyə biləcəyimiz peşəkar bir hüquq müdafiəçisinin yanımızda olması əvəzolunmaz bir nemətdir. Mən Edə Qocayevam, 26 yaşım var. Vəkiləm və öz hüquq büromda işləyirəm. Eyni zamanda doktoranturamı başa vurmaq üzrəyəm. Ofisim paytaxt Tbilisdədir. Buna görə də həm azərbaycanlılar, həm gürcülərlə işləyirəm. Nadir hallarda əcnəbilərdən müraciət edirlər. Hüquqlarını müdafiə etdiyim insanların əksəriyyəti isə yerli azərbaycanlılardır. Hələ məktəbli illərimdə tibbə çox böyük marağım var idi. Stomatoloq olmağı düşünürdüm. Öz stomatoloqumu niyəsə ideallaşdırmışdım. İrəliləyən zamanlarda bir çox sahəyə marağım oldu, amma aralarında ən çox hansını istəyirəm, qərar verə bilmədim. Bu arada atam isə notarius olmağımı istəyirdi və beləliklə hüquq fakültesini seçməyimin, hüquqşünas olmağımın əsl amilləri haqsızlığa mübarizə aparmaq və atamın tövsiyəsini nəzərə almağım oldu. Və elə bu gün də haqsızlığa məruz qalan insanları müdafiə etmək və onlara kömək etmək mənim üçün həqiqətən çox böyük xoşbəxtlik, həm də çox böyük bir məsuliyyətdir. Mənə müraciət edənlərin hər birinin hekayəsini dinləmək, ehtiyaclarını anlamaq və ədalət axtarışında onlara dəstək olmaq mənə çox böyük məmnunluq verir. Vəkillərimin məhkəmə salonlarında, istintaq orqanlarında müdafiə edərkən onların səsi olduğunu düşünürəm. Və düşünürəm ki, insanlara kömək etmək təkcə mənim peşə borcum deyil, həm də cəmiyyət qarşısında aldığım bir məsuliyyətdir. Uşaq vaxtı hansı peşəni seçəcəyimi bilməsəm də, bildiyim tək şey var idi. Nə olur olsun, öz ofisimi açmalı, öz işimi qurmalı idim. Vəkillik lisenziyamı aldıqdan sonra etdiyim ilk şey ofis axtarmaq oldu və indi də öz ofisimdə işləyirəm. ildən 2020-ci ilə qədər qeyri-hökumət təşkilatımız var idi. Bu illər ərzində yüzlərlə qadınla işləmişəm, onlara hüquqlar haqqında məlumat vermişəm. Belə bir nəticəyə vardım ki, əgər bir qadının iqtisadi azadlığı yoxdursa, təəssüf ki, ona hüquqlarını başa salmağın və öyrətmənin bir mənası yoxdur. Və mən elə ona görə də karyerasını yeni qurmağa başlayan gənc qızlarımıza bunu tövsiyə edirəm ki, özlərinə güvənsinlər. Özünə inam uğurlu karyera üçün çox vacibdir. Əgər siz özünüzə inansanız və tam güvənsəniz, daha çox şeyə nail ola biləcəksiniz. Ən əsası da davamlı öyrənmə investisiya edin. Ayrıca hüquq sahəsində oxuyan gənclərimizə də bunu tövsiyə edərdim ki, müxtəlif təcrübələr əldə edin. Davamlı öyrənməyə açıq olun. Hüquq sahəsi daim dəyişir və inkişaf edir.